Nə üçün hələ də xanım Zəhranın salamullah əleyha qəbri gizlin qalmışdır? Amma İmam Əlinin əleyhissalam qəbri sonralarda olsa aşkarlandı. İlk növbədə bunu diqqət yetirməliyik ki, İmam Əlinin əleyhissalam və xanım Zəhranın salamullah əleyha qəbirlərinin gizli qalmaq səbəbləri eyni deyildir. İmam Əlinin əleyhissalam qəbrinin uzun illər gizli qalmaq səbəbi bu idi ki, cahil və ağılsız düşmənlər o həzrətin qəbrinə ehtiramsızlıq edə bilərdilər. Amma uzun illər keçdikcə nəzərdə tutulan düşmənlər, xəvaric aradan gedir və Əhli Beyt əleyhissalam məktəbi qüdrətlənir. Bu səbəbdən də nəzərdə tutulan hörmətsizlik ehtimalı aradan gedir. Zaman keçdikcə o həzrətin qəbri hamı üçün aşkarlanır. Bunu da qeyd edək ki, imamın qəbri birdən-birə hamı üçün aşkarlanmır. İmamlarımız o həzrətin qəbrini əvvəl xalis şiələrə bildirirlər. Sonralar isə uzun zaman müqabilində bütün şiələrə yayılır. Amma xanım Zəhranın salamullah əleyha qəbrinin gizlin qalması xanımın öz vəsiyyəti əsasında idi. Bunun da əsas səbəbi 1. Peyğəmbərdən sonra müsəlmanların vəfasızlığı 2. Xəlifələrin Peyğəmbərin vəsiyyətinə əməl etməməsi 3. Müsəlmanların Peyğəmbər ailəsinə qarşı təsəvvür olunmaz dərəcədə hörmətsizlik etmələri və sair səbəblər olmuşdur. Əgər bütün dünya müsəlmanları Peyğəmbərin vəsiyyətlərinə əməl etməsələr, İslam dininin bir çox həqiqətlərindən xəbərsiz qalacaqlar. Yəni bütün müsəlmanların imamların xilafətinə etiqadları, inam və imanı olmasa və buna əməl etməsələr, xanımın qəbri gizlin qalacaqdır. Məsələnin ayrı bir tərəfi də budur ki, xanımın qəbrinin gizli qalması tarixin təhrif olmasının qarşısını alır. Əgər belə olmasaydı, Peyğəmbər ailəsinə zülm edənlər zaman ötdükcə etdikləri cinayətləri inkar edərdilər. Xanımın qəbrinin məxfi qalması bütün nəsillərə Peyğəmbər ailəsinə olunan zülmü dəqiqliyi ilə çatdırır. Buna dair bütün faktları aşkarlayır. Təxmini surətdə ehtimal verilən yerlərə insanlar üz tutub o xanımın qəbrinin mənəviyyatından, bərəkətindən bəhrələnə bilərlər. Bəqi qəbristanlığında bir neçə yerlər xanımın qəbri kimi tanınmışdır. Amma belə demək də olmaz ki, bütün bu saydıqlarımız xanımın qəbrinin gizlin qalmasının əsas səbəbidir. Mümkündür bəzi səbəblər olsun ki, biz ondan xəbərsiz olaq. 1. Nəhcül Bəlağənin şərhi İbn Əbil-Hədid, cild 16, səhifə 281, Fatimənin mehnəti Peyğəmbərdən sonra, Şeyx Əbdullah Nasir, səhifə 197, 206. 2. Bəzi rəvayətlərdə Peyğəmbər məscidinin minbəri və mehrabının arasında xanımın öz evində və Bəqi qəbristanlığında dəfn olunduğu ehtimal verilir.